Bir gün kasıb bir kişi, imkanı olmayan bir adam çaydan böyük bir balıq tutdu. Çox sevindi. Dedi, nə yaxşı oldu, bu günləri ailəm bunu yeyər. Evinə gedəndə də yolda bir zalım, imkanı olan bir zalım adam balığı kasıbın əlindən aldı. Əvəzində də heç nə də vermədi. Dedi, get, nə inirsən elə ginən. Bu zalım balığı evinə gətirdi, arvadına özünü tərif edib dedi, özüm tutmuşam çaydan. Arvad dedi, nə gözəl iri balıqdır, pişirərəm, hazır edərəm, gəlib yeyərsən. Balıq hazır oldu, bu adam balığı yeyəndə balığın bir sümüyü batdı kişinin barmağına. Barmağı bir neçə gün ağrı verdi. Həkim çağırdı, həkim dedi, barmağın çirk edib, gərək barmağını kəsəm. Kişi çox narahat oldu, dedi, yox, barmağımı kəsmə, amma get-gedə ağrı artırdı. Birdən kişinin yadına gəldi, kasıb balığın sahibi. Onu yanına çağırtdırdı, dedi, yadındadır, balığı səndən zorla aldım. Dedi, bəli. Dedi, düzünü de, məndən sonra nə dedin? Dedi, səndən sonra əllərimi göyə qaldırım, dedim, Allah, bu zalım mənə öz gücünü görsətdi. Ruzimi əlimdən aldı, sən də öz qüdrətini ona göstər. İnsanlara zülm etməyin, insanların çörəyini əlindən almayın, Allahdan qorxun.